gördüm, damdaşlarımın hamısının torbağı su töküb gedib. Yəni bütün heyvanlarımdır. Keçirtdim boyunca pulum olmadı, saxlayamadım. Birinin işte canavar idi. Biri burada xəstəliyə tutuldu, öldü. Gəldim neçə dəfə də dedim. Heç bir köməkliyi olmadan hələ mənə bir qorxuzmaq üçün götürdüm, mənə məhkəməyə də verdi. İşimdə məhkəmədədir mən. Oqtay danışanın dilin kəsirlər, görənin gözünü çıxardır. Başqa şey yox. Sən məlumat verəsən, sənin üçün vəbşə batacaq. Getməyəcək sənin O üçün. evlər layihə ilə 58.000 manatdırsa, 18.000 manatlıq material gedib o evləri bacartlarını çəkmək olar. Onları mən özüm istirayət edirəm. Rusiyada istirayət edirəm. Evlərin üstünün atmaları məsələn 18'lik getməlisə, o böyle 3 yerə 8'liyi buraxılır. Hər bir evdən minimalini götürülməyəsə 20.000 manat materiallar satdığa gedir. Evlərin çoplu pol deyirlər, isti pollarla birinləri satdığa gedir. Heç bir şey, bu evlərin heç biri məsələn bu necə deyirlər o sabayları texniki bezapaslıqda o Təhlükəsizlik cavab verən evlər. Prezident gələndə evləri bəzədilər. İndidən sökülür dağılır suvarlar. Təşəkkür edirəm, siz çox vacib məsələyə toxunursunuz və inşaat sizdirmi? Yəni deyirsiniz ki, bu günləri dövlət büdcəsindən ayrılan vəsaitlər həmin evlərin tikintisində təyinatından uzun xərclənmir. Yəni bu günləri 50.000 yazılan evlərin maya dəyəri 18.000 manatdır. 18.000 manat. Bax mən yaşadığım yerdə. Siz bununla əlaqədar orada nə vardı? Deməli, təzə Novruzda tikilmişdi, ora salınmışdı ki, hamam, tualet, belə məsələn. O bizdə məsələn həyət yanı sahələrdə üzr istəyirəm. Bu hamam da gedib, tualet də gedib. Bu balaca bir dənə koma qaranlıq qoyub, bu qadın ya uşaq ya kişisi bunun hara getməlidir. Bunun bugünkü günü 1 manatı yoxdur bir dənə material alıb gətir, özünə bir tualet tikə. Onu da çıxardıblar plandan 3500 manat da onun maya dəyəridir. Onlar da yeyilib. Ondan sonra vaxtilə yardım gəldi bu su qaçqınlarına, güya ki yardım veriləcəkdi. Belə söhbət var ki, hər adam başına 50 manat pul verilməlidir ki, bunlar dolanışaq olsun. Verildi 20 manatlıq məsələn produkt alınır, verildi, ailəyə pul verilmədi. Bu orada yeyir. Bunun hamısı yeyir. Yaxşı, mən sizə sual verim. Deməli, Nazirlər Kabinetinin 10 iyul 2010-cu il tarixli 197 sayı sərəncamında evlərin bərpa gücləndirilməsi üçün 4,2 milyon manat pul ayrılıb. Və söhbət 700 evdə, yəni bu işin tətbiq olunmasına söhbət edir. Yəni bir evin orta qiyməti bərpası üçün 6.000 manat edir. İndi mənə deyin görün 4 kəndin nümayəndələrsiniz də burada, hələ başqa kəndə nümayəndəsi var olan digər kəndlərdən də var burada. Yəni sizin hər hansı birinin evində bu bərpa gücləndirmə gedibmi? Mənim evimdə bərpa güclənmə yazılıb, bugünkü günü ev məsələ bir dənə bir şey söyləyir. Şəxsən mənim evimdə də elə şey gedim. Gedin qapın babazamağın hamısı dağılır, versən zəlzəl olub orada. SMS alır. Qoca arvadın evində. Yalan söhbətlər, filmdə verilənlər hamısı yalan söhbətlərdir. Əzza oldu. Gəldi Həsən ağa. Daş qoymuşam onun altına. Həmən evin. Əgər o daşı qoymasın, hamısı yararsız şəkildə. Oqtay müəllim qəsəbə salınıb bizə. Hamamı tualetimiz bərbad vəziyyətdə. Prezident gələndə bəzədilər 2 dənə evi. Prezident gələndə göstərdilər prezidentə ki, bu şəraitdə yaşayacaq cəmaət hamısı. Bu harda olub? O yeni də qəsəbədə. Bu sizin axtardığınız mövzudur, həmin dediğiniz mövzudur. Yeni Novruzlu qəsəbəsində prezident gələndə 2 dənə evi bəzədilər. Prezident gəldi, baxdı, dedilər, bu şəkildə hamısı. Hamamı, tualeti əgər yoxsa hər bir şeyin bəzədilər ki, belədir. Amma indi fakt heç nə yoxdur o hamam tualetdə. O biri evlər eləndi. Mebellər oradan götürülüb. Mebelləri sırası götürdülər. Kiraya götürmüşlər, apardılar, satdılar. Prezident Əlvar Əmniyyət Sərmanmış. Lazım mənim gəlmədi. Əskəriyyət çağırırlar, onun sosial yardımını vermirlər. Kimi qoruyacaq mənim oğlum? Onun yardımını verməyən adamları qorumalıdır. Nəyə görə? Nəyə görə onun yardımını verməyən insanları mənim oğlum gedib zaman qoruyacaq? Hələlik yoxdur imzası bir də. Rüşvətxoru, mən kimi? Oğrunu. Stalin deyir, çoban gəlir Stalin yanına, Gürcü. Deyir ki, Yosif deyir ki, o qanun nətər olan şeydir. Əlində də marojna yerdir. Dedi, ged evizə 3 gündən sonra gələcəm. O marojnanı yeyə, ayda deyəcəm o qanun nədir. 3 gündən sonra gəlir, deyir, indi yer o marojnanı gətirir, söhbət elə. Dedi, valla marojna yolda əridi, mən o yedim. Prezident qərar verir, yolda o qərarı yavaş-yavaş yerlər, o gəlib bizim dəllərkən də arazlı o yüzden keçə bilmir. Nə də o təminat gəlib keçə bilmir. Yəni ki, bunun hamısı yolda ərilir. Bugünkü gündə bəli, mən verdiyim intervyuya görə ola bilsin ki, səhərlərməyə çağırıb,
cimə nəşə atacaqlar, ya ağ atacaqlar, bilmirəm nə atacaqlar, tuttura da bilərlər. Çünki xalqın gözün qırırlar. Nətər o, mənim oğlum ayın 2 əsgər gedəcək. Mən üzr istəyirəm, 4 uşaq böyüdmüşəm, mən hökumətdən 1 manat uşaqlı görməmişəm. Və mənim uşağım hansı xalqa, hansı hakimiyyətə görə sabahlar erməni qorumalıdır? Hansı millətə görə? Nətər deyim, hansı vətənə görə mən uşağım? Özdə 4 oğlan uşağım. Kimə görə şəhid olmalı? O Nərman kəndin, istər Novruzunun, istər o biri kəndlərin bir şəhidi gedib Qarabağda. O şəhidlər niyə görə gedib? Əgər bu günlər Azərbaycanda neft bu qədər gəlir gətirirsə, bu neftin gəlirindən bu cəmaata yardım olurmuysa, hələ erməni oynadı su qaçqınlarına, prezident ayırdığı pulu bu cəmaata vermirsə, bu hansı əsasla hökumət mənim uşağımı sabah əsgər göndərir? Sual verək. Bu kompensasiyalarla bağlı necədir vəziyyət? Yəni sizə sərəncamda nəzərdə tutulan kompensasiya tam... Kompensasiya Məsələn, nə qədər verilib? 2 dəfə kompensasiya verilir. 4 nəfər, adam başı 100 manat. Amma Ailə başına qədər almışsınız. ailə başı 400 manat. Cəmisi, ailə başı 400 manat. 4 nəfər. Cəmi 400 manat almışsınız. Cəmi 400, yox, 2 dəfə 400 manat almış oldu. 800 manat. Amma Qasımbəylidə, and olsun bu sırfıya, nə bilim mən 4 dəfə, 5 dəfə pul alıblar. 3000, nə bilim nə qədər. 12 ailə dediniz də, hə? Bu dəllərdədir də. Nərmankət dəllər, o sarı. Cəmaat hardadır cəmaat? Cəmaata imkan vermirlər. İndi bilirsən nətərdir, bir dəqiqə icazə ver. Kəsə deyim ki, indi düz danışanı lağa qoyub gülürlər. Çünki böhtan ayaq açıb yeriyir indi. Nadamlar ölkəyə bəzək olubdur, ariflər zindanda sürüyür indi. Utanmır, çəkinmir, qorxmur, tələsmir. Nahaqqan tökənin əlləri əsmir. Çöpü ağzı polad, balta da kəsmir. Dəmir öz-özünə sürüyür indi. Süzayətin külü qalıb bağrının. Səbəbi var qəlbindəki ağrının. Əyri düzüyün, oğrudakı doğrunun. Tutub yaxasından sürüyür indi. Bax, indi beləncik. Qardaş, çox gülməlidir. Adi bilən adam. Qardaş, darıma günəm, sən haqqın tapılacaq, gelişdəyici var. Sən dağıdanlar niyə gözləmirlər? Yerinə çatacaq. Gördüm Qardaş, mən ikinci çəkəm, bu çəkəm. Demədim. Mən təsadüfən bir çayçıya gəlmişəm, gəlib görmüşəm ki, bu əldən çəkimi məndir. Mən sizə deyə bilərəm ki, Respublikada elə ailə yoxdur ki, 2 qardaş vətən müharibəsində vırışa, berlə, bayraq sanca və salamat gələ ailəsində. Mən atam məsələn Əliyev Saatlı rayona gələndə Allah ona rəhmət eləsin. Heydər Əliyevlə görüşərdi, müharibə ekstrası olur. Döşündə mən ağırında medal olur. İndi bir-iki gedə-güdə alıb burada vəzifəni ələ. Yazır kef istədiyinə. Mən anam qəhrəman ana. Əmim, dədəm böyük vətən müharibəsində vuruşub berlə bayraq sancır. Nə qədər belə öz başınalıq olar Saatlı rayonunda? Mən başlasa bilmirim. Bu xalqı niyə qaldırırsınız? Xalqı niyə qaldırırsınız ayağa bu? Bu milis niyə gəlir? Milis Liviyada, Misirdə prezident əleyhinə çıxanların yanına milis gəlir. Bunlar tələb eləyirlər ki, ay prezident, sən bu sərəncamı Saatlı rayona niyə gəlmir? Ay Fövqəladə Hallar Naziri, o əziyyətlə ki, o qanunlar azın üstündə gəldikdən vəsait ayırırsan ha. Sən bu xalqa niyə sənin o vəsaiti verilmir? Səbəb, bir-iki gedə-güdələrdir, quruqdadır, onlar yaşayır. Mən 63-cü ildən verdirsə qol çəkirəm. Pul olar ki. 63-cü ildən verdirsə qol çəkirəm. Özdə həmişə də əkib tökmüşəm. Mən Arazın qırağında, sən get, qozu oynadan. Gözlə. Sən nə deyirəm, yer gedişirəm məşğul olar. Nə təbliğat var burada? Sən kimsəni bura... Mən belediyenin sədrəm. Belediyenin git otur kabinetində, cəmaatın ərzə və şikayətlərinə bax. Nəsə yanıb? Get bax da. Nə var mı oldu? Tamam, ma bax. Get bax da. Gör o Şakir hansı evdə yaşayır, baxma. Gör bu evdə insan yaşayır. Bu qədər öz başınalıq olmaz. Bax, dönüb bir dənə, bax gör bunda adam yaşayır. Burada mən yaşayıram, it yaşamaz bu evdə. Mən 3 dənə oğlum qalıb... Əşlər bu qazaq. Nəşə qardaş. Kimdir təbliğat aparan? Mən də təbliğat aparsam, sən kimi şişərəm. Müftə yeməklə. Eşdirsən nə deyirəm? 3 dəfə vermirsən, pulu dəyişiblər yeri. Təbliğatı sən aparırsan, mən yox. Sən deyirəm mən. Cəmaatın malı yiyə şişirsən. Dövlət əleyhinə burada heç kim danışmır. Xalqın hüququ tapdalayırsın. Heç dövlət əleyhinə adamdır, amma hüquq Xalqın pulu yeyənlər. Bir neçə dənə qurumda məmurlar var. Azqasımlı, mən ərzəm var Respublika prokurorluğunda.
Fırdaları çıxartdılar, rəzilər gedilər icra nümayəndələri. Başçı burada olmayanda. Siz, biz sizin fikirlərinizi dinlədik, hamısını yazdıq, qeydlərimizi götürdük. İndi biz qismət olsa gedib başçını da görüşəcəyik və sizin fikirləri hökumət komitəsinə çatdıracağıq Bakıda. Narahat olmayın. Biz ona görə gəlmişik bura. Qardaşlar, milisiyanın qardaşı da buradadır. O ilə qarşı, bunlar dövlət səviyyəsində əhliyət iş görmür. Bunlar öz hüquqlarını tələb edirlər, ha kişi. Toxunacdan xəbəri yox. Bunlar hüquqları nəyə görə mənim oğlumun torpağa gəldiriməsin 65 sot? Kimi Səhərdən sonra ala bilmir, 15 il işsizdir. Ancaq yaşsa sən mənim oğlumla uşaqsan, sən yiyər şişirsən. Səhv danışma. Səhv danışma, haqsızsan sən. Sən haqsız adamsan. Haqsız da, haqq qənim olsun. Haqsız adamsan. Haqq da, haqsız da, haqq qənim olsun. Sən söz verin. Sıra bax, haqsız da mən. O prezident ki, o Kur'an'a el bastı ha. Haqsız da o prezident el bastı, Kur'an qənim olsun. Kim haqsızdır? Obyektiv. Bu milleti üzdə qoymuyor. Qoymaqla qoymuyor yox, qoyanlar var, onun qabağına düşmüyor. Xüsusi qüvvələr var bu milleti vırışdırmağa qarşı, xaricdə gedən prosesləri bugün burada yaymaq bizim millətə xeyir gətirməyəcək. İnanın gətirməyəcək. Naborad Qarabağdan da artıq bəlkə daha da olacaq. Çalışaq, birləşib torpağımızda deyil. Yoxsa 65 ton torpağın davasını eləmək bizə bugün yaraşmır, o səviyyəsizlikdir. Sonra o bizə başçı mənə deyir ki, mən sizin fikirləri mətbəqdən oxuyuram. Gəlib xarij təmirlə bağlı. Hər bir ailə üzvünə 200 manat olmaqla 1000 manata dək. Yəni 5 nəfərə də 1000 manat verəcəklər, 6 nəfərə də 1000 manat, 8 nəfərə də 1000 manat. 3 nəfər olanda 3 nəfər 2 vur 600 manat. Yəni 1000 manata dək, 1000-i keçməmək şərti ilə. 1600 olanda 300 manatdan ailə üzvünə. 1600-ə dək. Yəni artıq 8 nəfər olanda 824 edir. O 2004 zamanında. Siz mən nəyə görə soruşdum? Məsələn, ola bilər ki, hansısa bir evə daha çox ziyan dəyirdi, amma o evin bir nəfər üzvü. Və ola bilər hansısa evə heç belə cüzi ziyan dəyib, buranın isə 6 nəfər üzvü var. Belə çıxır o cüzi ziyan dəyən 1000 manat alır, əsas ziyan dəyən isə... Yox. Prosto baxın elə belə. Hər ediləcək kompensasiyanın siyasi. Düzdür da var. Bir dənə adam. Həsənov Hüseyin Əyyubov. Nərmankət yazılır. Yəni bu sizə qalır da indi. Məndə deyil. Vətəndaşa veriləndə də, vətəndaşa verilən vərəqdə bu yazılmalıdır. O bilməlidir. Yazılır hamısına. Gedin baxın. Ola bilər indi hansı rast gələcəm mən bilmirəm. Deyirəm hansı rast gələcəm mən bilmirəm. Yazılmır. Verdim sağ. Başqa şey, bu sizin üçün verirlər. Amma vətəndaşa da verilməlidir. Verilir. Mən sənə deyirəm. Verirsə nə olacaq? Hamısı mən gətirərəm. Yaxşı, bir dəqiqə mən üstündə belə düz danışırıq. Hər bir vətəndaş bilir nəyə görə pul alır. Biz onunla böyük bir studiyamız oldu. Bir dəqiqə. Öyle belə. Hər bir vətəndaş bilir pulu nəyə görə alır. Nə mənada? Təmirə görə mi alır? Bilmir. Hay Allah. Nə danışırsınız? Valla bilmir. Siz niyə salsınız? Biz nə qədər bundan görüşlərimiz olur, müzakirələrimiz olur. İnsanlara verilən kompensasiyanın təyinatı göstərmir. Şəxsən bizim o 3 su basan bölgədə məcbur köçkünlərlə bağlı başqa problemidir, o öz yerini tapdı. Yəni onlarda çotağa 800 manat, çotağa 1000 manat dəyərinə. O da gəldilər, baş keçdilər, qanun elədi, verdilər ki, məcbur köçkünlərlə bağlı. Ancaq C ilə bağlı, bu Musalı Nərmankənd dəllərlə bağlı. Qardaş, orada ev gəzicidə, komissiyada deyib fikrini, mən də demişəm, hamısı da siyahını da bilir, icra nümayəndəsi də bilir, bələdiyəsi də bilir, yerdə, hərdə də hamı bilir. Ancaq, indi yaxşı, lazım tutaq ki, məsələn verəndə, konkret evində olubsan da, lazımın evi nəyə düşür? Söz müəllim. Lazım nə edirsə? Lazım nə edirsə? Bərpa gücləndirmə. Ay sağ ol. Bərpa gücləndirmə deyil. Bərpa gücləndirməni evi boyunca deməli, lazım. Bilir ki, bərpa gücləndirmədir, bərpa gücləndirməyə görə də bu adama bu qədər vəsait verir. Bilsin nə qədər bərpa gücləndirmə vaxtı verilməlidir o? Nə qədər səhv olunub alınır?
deməli 4200 manat, 4,2 milyon manat pul ayrılır sərəncamda. Və 700 ev bərpa düşməlidir. Bu hər bir evə 6000 manat verir. Yəni 6000 manat pul ayrılmalıdır. Amma bizim apardığımız araşdırmaya görə indiyə qədər də həmin pul təyinat deməli ünvana çatmıyor. Yəni siz mənə ev göstərin ki, bax, üzr istəyirəm, mən deyəmələm nə olur, və sinəradı deyəmələm, mən danışıb bunu danışım, yəni mən sinəradı nəzə tutmaram. Yəni bu vəsaitlər deməli ünvana çatmıyor. Yəni bu ilə heç bir ev bərpa gücləndirmə təmin olunur və ona o qədər 6000 manat pul ayrılmıyor. Təmirə sərf olunan o qədər deyil. Yox. Vətəndaşın üçün o qədər verilmir. Mən demirəm. Deməli, sərəncamda göstərilir ki, sərəncamda hər təsərrüfata 6000 manat pul düşməlidir. 700 bəli, sərəncama baxmaq, diqqətlə baxalım, yəni var sizdə baxa bilərik. Sonra bir də sən 700 hesablayırsan. 700 məhsullarını sərəncama göstərir. Və bir də məsələn deyim ki, Saz müəllim, biz köy vətəndaş cəmiyyəti 2200 evdə 2200 monitor saqqalla bir cənabda 19 nəfər bizə iştirak edir. Biz monitor qaparmışıq. Və bizim böyük hesabatını mən hesabat sizə göndərdim. Mən sizə çatmalı göndərmişəm. Bəli. Və orada biz qeydləmişik. Orada individual fikirlər var ha. Biz bunu elə havadan demirik, ya lazımla, ya dəllər kəmrəyən olsun demirik. Bütün deməli ölkə burada apardığımız nəticə təhlil budur ki, insanlara verilən kompensasiyalara təyinat göstərilmir. 1. Bərpa gücləndirmə ayrılan pul ünvanlara çatdırılmır. 2. Evin sökülməsi üçün ayrılan 691 manat pul. 650 min manatdır. 690 bir dəqiqə üzr istəyirəm mən. Bəli. Mən bu günləri... Bu məsələlər var, amma mən bilən bu size aid deyil. Yox, bu günləri mən sərəncamın müzakirəsini özümüzə obyekt kimi seçənləri mənim ixtiyarımda da deyil. Mən sizi sadəcə öyle dedilər, mən dedim, problem yoxdur. Mən sizdən... Bir alt birisi üzr istəyirəm, o qalan kompensasiyaların verilməsi və digər problemlərdir, yaxın 3 gün ərzində həllini tapacaq. Həllini tapacaq, o sizin bura gəlməyinizdən və yaxud da qəzetdə gedəndən və yaxud da 30 nəfər, 20 nəfər, 15 nəfər, nə qədərsə 10 nəfər başlayır yığışmaqdan asılı olunur. Bu məsələ bir neçə gün bundan o problemləri mən deməsəniz olar. Yox, mən onu... Biz ümumiyyətlə jurnalist olaraq problemi həll eləmək Qardaşım, biz problemi qaldıraq, sizinlə söhbət. Mən həmişə səmimiyyəti xoşlayan adamım 100 dəfə təkrar edirəm. Səmimi danışığı da qəbul edən adamım. Siz əgər bugün Kürt vətəndaş cəmiyyətinin ətrafında olaraq o qəzetdə yazılardı. İndi xanım dedi, mən inanmaya bilmərəm. Qaynar xəttə məlumat gəlir. Bilirsiniz, qaynar xəttə də zəng düzülür, qoşulur. O hər kətdən 2 nəfər, 1 nəfər, kimiz adamları da düzülür, qoşulur. Mən sizə deyirəm də, indi siz. Həmən o kimlər müsahibə verir və yaxud da sizlə deyirdir. Danışarım, adlarını deyin, gətirin bura, xahiş edin, gəlsinlər bura, sizlə deyirdir, mənim iştirakımla. Danışsınlar, həmən sözlər desələr, mənə deyirsiz deyin. Mən bu tülə... Niyə? Orada 1-2 nəfər dedi ki, yəni biz nə deyirik, bizə hətta qorxu gəlməyib. Dünən kimlərincə, yəni müsahibə veriblər burada ki, polis tərəfindən saxlanılır, nəsə onlara təzyiqlər olunur. Yox. Absolutun. Polis tərəfindən saxlanma olsaydı, bilirsiniz, o ixtişaşların yaranmasıdır, yaratmağa şəraitdir, kütləvi aksiyaların keçirilməsinə qanunsuzluqları. Bu rayonda mən gələndən nə bir nəfər adam tutulmuyor. Baxmayaraq ki, insan var ki, 1000 dənə məndən ərizə şikayət yazır. Nə bir nəfər də polis idarəsində saxlanılmıyor. Əsassız yazır və ərizələri. Əlbəttə. Niyə mənim ondan bir şəmiyə vermişsiniz? Vermişəm.